bütün Əhl-i Beyt aşiqlərini, həm Kərbəlayı Rasim qardaşımızın adından, həm öz adından, həm şirkətimizin adından, şirkətin rəhbərliyi və nümayəndələri adından hər birimizi Qədirxan bayramı münasibəti ilə təbrik edirik Kərbəlayı. Allah Əmir-əl-Müminin Mövla Ali ibn Əbi Talib əleyhissalamın şifayətini bizlərə nəsib eləsin. Allah Əli əleyhissalamın ehtiramına xatir bizim nə ki günahlarımız varsa Allah əhv eləsin. Çox gözəl bir ayədir, ayə nazil oldu. Görün Allah Quran-ı Kərimdə necə təsdiqləyir Əli əleyhissalamın Mövla olduğunu. Buyurdu ki, ya Resulallah, sənə əmr olunanı, bu əmr olunanı cəmaata çatdır. Əgər cəmaata çatdırmasan, risalətin yarımçıq sayılır. Yəni 23 il çəkdiyim İslam, çəkdiyim bu zəhmət, İslam yolunda çəkdiyim bu əziyyət hədər gedəcək. İlahi neyniyim? O ki, bilirsiniz, vida həccindən qayıdırdılar. Həzrət Muhammed salavatullah dəvələrin, kəzavələrin üzərinə çıxır və buyurur. Əmanət olaraq bizə Səqələyn hədisini buyurur. Mən sizə 2 əmanət qoyuram. Biri Quran, Allahın kitabı Quran, biri də mənim itirədiyim Əhl-i Beytimdir. Və daha sonra isə Əli əleyhissalamı yanına çağırır, buyurur. Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. Salavat zikr eləyək.